Uşaqlar musiqi sədələri altında baş sarıtıyla qəşəng qazaq toylaması. Elə bir qazaqdayıq. Ya Bakıda da ölür. İndi bu yeməyimizin adı nə oldu? Gördünüz bu qızarmayıb. Bu bozarıb, elə bir rəngi toylayıb. Baba öz sözünü deyir. İndi bunu isə sunum eləyirik. Milli mətbəxdə sunum yoxdur. Yəni əlavə eləyirik bura. Yavaş-yavaş. Bax, getdi. Bax, öz mahnıyla, baba. Baba, əla. Baba. Öz mətini, baba, suyunu, baba. Əsas bu dərman bu. Çörəyə batırıb yemək üçün dərman budur. Aha. Hə. Uşaqlar, gördünüz? Baba. İyisindən qoxusu özünüz görürsünüz. Bax. Elə bir qazaqdasınız, Kür çayının qırağında. Bir şey verirsiniz. Uşaqlar, yeməyimizin adı nə oldu? Novuz bayramıdır. Milli mətbəx. Bax, Hasan bir soğan, duz, çolpa. Kənd çolpasından öz sözünü deyir. İnşallah da belə yeməklərimiz çox olacaq. Milli mətbəxi həmişə yaşatmışıq və yaşadacağıq. Bəli, soğanlarımız. Mənim gözəl uşaqlarım. Sualımız var. Xoşlu gəldi bugünkü dərs. Allah razı olsun gələn görüşlərə qədər. Sağ olun. Öpürəm. Qazaq elinə salamlar. Sağ olun. Sağ olun, canlar. Öpürəm.